Növbəti mövzumuz çox maraqlı mövzudur və inanıram ki, birinci forumda da, birinci paneldə də bu mövzuya toxunulmuşdu, sual da verilmişdi. İndi o sualı da burada aydınmıydı. Süni intellekt bizim işimizi əlimizdən alacaqmı? O sualı verən buradadır. İndi siz sualınıza burada cavab ala biləcəksiniz. İndi dəvət edirəm Nadir bəyi. Buyurun Nadir bəy. Hamını salamlayıram. İkinci panelə qaldığınız və bazar gününüzü ayırıb bura gəldiyiniz üçün hər birinizə təşəkkürlər eləyirəm. Əlavə olaraq bu cür forumu təşkil etdiyi üçün öncə başda Rəvan bəy olmaqla onun komandasına özlərinin təşəkkürümü bildirirəm. Mən Nadir Ağabəyov, NAN Agency və NAN Akademi şirkətlərinin təsisçisiyəm. 8 ildir rəqəmsal sferada, marketinq sferasında fəaliyyət göstərirəm. Bugün sizə süni intellektin, AI-ın marketinq komandasında iş prinsipini necə dəyişdiyi barədə söhbət eləməyə çalışacağam. Ümid edirəm faydalı bir çıxış olacaq hamımız üçün. Gəlin, nə danışacağımızın bir planına baxaq burada. Vaxtımız biraz məhdud olduğundan üstündən keçəcəm mövzuların. Sual-cavabda hamımızın sualını gözləyirəm. Süni intellektin nə olduğundan danışacaq. Rəqəmlərdən və artım statistikasından, diaqramlarla bundan tanış olacaq. Dəyişkənliyi, əvvəllər, indin dəyişkənliyindən. Əvvəlki və indiki və əvvəlki deməyə faktiki və yaxud AI-dan istifadə edən marketinq komandalarının fərqindən, plus sizə rəqəmsalçıların ən çox əziyyət çəkdiyi Google Ads-də dil problemini həll edəcək və yaxud sürətli şəkildə həll edəcək bir AI təklifindən danışacağam sizə. Kimə lazım olsa çıxışda və yaxud Coffee Break-də bunu müzakirə eləyə bilərik. Hansı AI hansı iş üçün lazımdır, özümün işlətdiyi və yaxud daha çox populyar olan lazımlı şəkildə AI-lardan danışacağıq. Və sonda şablon, biraz klişe sualdır, AI işimizi əlimizdən alacaq, yoxsa yox, müxtəlif fikirlər var. Elə isə biz başlayaq təqdimatımıza. Süni intellekt nədir? Süni intellekt insan zəkasını təqlid edən, məlumatdan öyrənən və qərar qəbul edə bilən bir kompüter sistemidir, bir texnologiyadır. Süni intellektin formaları çoxdur. Əsas yayılmışlar generativ AI-dir, analitik və agentik AI-dir. Bunlar fərqli məqsədlər daşıyır. Birincisi, bayaq Babaxan müəllimin də qeyd etdiyi kimi, yeni kontent yaradır, mətn ala bilər, şəkil, video, yaradıcılıq işlə məşğuldur, daha kreativ tərəfə baxır generativ AI. Analitik AI daha çox məlumatları toplayır, bir data əsasında data nümunələrini tapır, ona görə sizə reportlar və yaxud proqnozlar hazırlaya bilir. Agentik AI isə daha maraqlı yeridir bu AI-ın. Agentik AI isə, lori dildə desəm, sizin AI köməkçilərinizdir, işçilərinizdir, amma onlar real həyatda mövcud deyirlər. Sizin işlərinizi eləyirlər, amma real olaraq mövcud deyirlər bunlar. Onlar sizin bütün tapşırıqlarınızı alır, həll eləyirlər. Bundan slayda keçməmişdən əvvəl, bayaq auditoriya suallar verilir. İstəyirəm belə bir sual verim ki, marketoloqlar aramızda çoxdur, rəqəmsalçılar daha çoxdur. Gündəlik olaraq AI-dan istifadə edənlər zəhmət olmasa bir dənə əl qaldırsın. Maşallah. Çox sağ olun, çox sağ olun. Demək olar 90%. 90% bəli. Bizim rəqəm də buna yaxındır. Mənbə qeyd eləmişəm, Salesforce və SurveyMonkey-in və HubSpot-un mənbələrinə əsasən qlobalda marketoloqların 88%-i AI-dan gündəlik olaraq istifadə edirlər. 94%-i kontent yaratmaq üçün AI-dan istifadə edir. Bu marketoloqların hər marketoloq başına, bir adam başına düşən vaxt sərfiyyatını 6.1, yəni 6 dəfə azaldır. Yəni vaxtınıza sərfiyyat etmiş olur. Araşdırmaya görə isə 4.1 dəfə daha çox kontent istehsal olunur dünyada. İndi rəqəmlər daima dəyişir, amma son mənbələrinə əsasən rəqəmlər bu şəkildədir. Marketoloqların AI-dan istifadə etmək diaqramına baxaq, dəyişkənliyinə baxaq. 2023-cü ildə bu faiz 33% idisə, yəni 10 nəfərdən 3-ü istifadə edirsə, marketoloqdan 3-ü AI-dan istifadə edirsə, hal-hazırda bu rəqəm 88%, yəni 10 nəfərdən 9-u təsəvvürləyin ki, AI-dan istifadə edir. Elə onun ən bariz real case elə bizim zaldır. Sual verdi, 90% adam gündəlik olaraq AI-dan işlərində istifadə edirlər. Bu dəyişkənlik 2024, 25, 26-cı illərə əsasən diaqramda tanış ola bilərsiniz. Daha sonra gündəlik AI-dan istifadə şəkli müxtəlifdir. Burada gündəlik olaraq AI-dan istifadə ümumi qlobalda götürəndə 41%, həftəlik olaraq 37%, digər isə sıra ilə 12 və 10% olaraq dəyişir. İstifadə eləməyənlərin sayı 12% olaraq dəyişməz qalır.
Burada bir məqam var, toxunmaq istəyirəm. Yalnız 17%, məsələn, özümüz də demək olar, əksəriyyətimiz bunun içinə daxil deyilik. 17% marketoloq cəmi olaraq AI-dan professional şəkildə istifadə eləyir. Onun təlimini alıb, sertifikatını alıb, önəmli şəkildə AI-ın belə deyim, AI sayəsində önəmli işlər görürlər. Cəmi 17%. Yəni ChatGPT-yə salam, mən bu gün dostum mənə belə mesaj yazıb, ona nə cavab yaza bilərəm mesajı AI-dan professional istifadə deyil. Onu demək istəyirəm. AI-ın marketinq komandasında artıq mən öz komandamda məsələn AI-dan istifadə eləyə bilməyən daha doğrusu şəxslərə yaxşı baxmırıq uje. AI-dan istifadə edənlər yox, AI-dan düzgün istifadə edən əməkdaşlar artıq dəyəri daha artır. İstər maddi olaraq, istər mənəvi olaraq daha dəyərli sayılır. Bildiyimiz kimi, content, AI deyən kimi ağlımıza dərhal content gəlir, yaratma, generativlik gəlir. Content meneceri götürək, sıradan bir marketinq komandasının üzvüdür. Content menecer, əgər bir AI olmadan content plan hazırlamaq tövsiyə olunarsa, işi tapşırıq verilərsə, task olarsa, bu onun təbii ki, insandan asılı olaraq dəyişir. 2-3 gün ən az vaxtını alırdı. Bu həftələr, aylar da çəkə bilər, rəhbərliyin təsdiqi, müştərinin falan təsdiqi ilə birlikdə. Amma hal-hazırda content manager AI-dan düzgün istifadə edən content manager bu 30 dəqiqə, 1 saat, uzağı 2-3 saat təsdiqlə falan birlikdə, editlərlə birlikdə 2-3 saat vaxtını alır. O boyda işi content manager kiçildir, yığcamlaşdırır və daha produktiv hala salır. Həmçinin copywriter, adi bir reklam landing page-ini yazması, copywriterin indi daha professional şirkətləri bir yarım gün, bir neçə gün bəlkə də vaxtını alırdı. Onun təsdiqi, komandanın uyğunlaşdırılması və s. və s. Hazırda isə ilkin draftı copywriterə 5 dəqiqə, 10 dəqiqə verilir. Copywriter təbii ki, söz ustadıdır. Onun üzərində editlərini eləyərək daha rahatlıqla bunu insanlara ötürür, işə ötürür. Və yaxud reklamlar olsun. Əvvəllər reklamları analiz edirdisə, uzun müddətə və yaxud manual olaraq analiz edirdisə, hal-hazırda həm istər meta-ads olsun, büdcəni özü optimallaşdırır, optimizasiya eləyir, sizə uyğun reklamı, auditoriyanı tapır və üstəlik olaraq büdcəni də onlar arasında avtomatik bölür. Belə bir üstünlüyü var. İstər SEO mütəxəssislər olsun, yenə digər komanda üzvü, SEO mütəxəssislər həmçinin açar sözlərdə AI-dan istifadə ilə öz işini daha sürətli şəkildə edə bilərlər. Dizaynerlərə görə yaralı yerimdir mənim. Dizaynerlər bir də IT-şniklər. Dizaynerlər əvvəllər hal-hazırda da bəlkə də bəzi dizaynerlər var ki, brief əsasında brifi qəbul eləmək, birinci brifi qəbul etdirmək çətindir. Brifi qəbul eləyəndən sonra onun düzəldilməsi bir neçə gün müddətini alır, bir neçə gün vaxtını alırsa, hal-hazırda rahatlıqla ilkin versiyalar yenə də daha fərqli variantlarla AI vasitəsilə müştəriyə ötürə bilir. Bunun real case-ini bölüşüm növbət slaydda da olacaq. Deməli, keçən həftənin birində, bilmirəm hansı gün idisə, bizə belə bir müştəridən tapşırıq gəldi ki, sifariş gəldi ki, sayt üçün, saytın banneri üçün saytın banneri lazımdır, dizayn formaları lazımdır, amma müştəri biraz çətin müştəridir, bəyəndirmək olmur. Təbii ki, dizaynerə müraciət elədi, bir neçə gün çəkəcəyini bildirdi bunun, outsource işlədiyimiz dizaynerə müraciət elədi. Başladıq biz adını çəkim Cloud AI-dan istifadə eləməyə. 4 dənə fərqli ölçü verdik Cloud-a. 4 fərqli ölçüdə 8 dənə variant istədik bundan. 32 dənə banner verdi bizə. Hamısını müştəriyə atdıq bir fayl şəklində. Müştəridən bir dənə də mənfi geri dönüş gəlmədi. Hansınsa biri seçdi, yəni bizə geri dönüş eləmədi. Yəni mənfi olaraq geri dönüş eləmədi. Çox sağ ol, qurtardı getdi. Hal-hazırda da bəlkə işlədir, indi baxmamışıq. Yəni bunu deyirəm, produktivliyi istənilən sahədə artırır marketinq komandasının içində. Həmçinin analitika və yaxud hesabat yazmaq, onu təqdimatlar hazırlamaq və s. vaxtımızı alır, çoxlu vaxtımızı alırdısa, hal-hazırda bu məsələn mən dünən meta-adsdən müştəri üçün reportlar hazırlayırdım, belə şablonlar. Hardasa 10-12 dəqiqə vaxtımı aldı. Ümumi 6 aylıq bir report hazırlamaq. Amma bunu realda eləsəydim, gərək mən gedib bütün 6 aylıq datasını götürüm, Excel-dən lazımsızları silim və s. Əgər şeyim yox idisə, template'im yoxsa bu biraz daha çətin vaxt alan olacaqdı. Burada fərqləri qeyd edirəm ki, AI-dan istifadə eləyən, eləməyən komanda üzvlərinin vaxtları əsas. Məsələn, Content Manager 10 məqaləni
o məqalə yazırsa bir ayda, hal-hazırda AI-dan istifadə edəndə məsələn 4.1% bayaq qeyd etdiyim artımla 41 dənə məqalə yaza bilər. İndi bunlar dəyişkən təbii ki, rəqəmlər formal olaraq da qeyd olunub, amma əslində mənbələri var. Amma insandan insana dəyişəcək təbii ki. Banner dizayn bu mənim кейsimdir. Bunu da əlavə eləmişəm. Bu da real keysdir. Açar söz araşdırması olsun, onun skeletini qurmaq, semantiyasını qurmaq əvvəl 8 saat vaxt alırsa, hal-hazırda yarım saat vaxtımızı ala bilər. Həmçində landing page. Bu bayaq dediyim, qeyd etdiyim platformadır. Ümumi rəqəmsalçıların çətinlik çəkdiyi bir şeydir. Google Ads vasitəsilə dil problemi yaranır təbii ki, Azərbaycan dili dəstəklənmədiyi üçün. Onu bir-bir məcbur olur mütəxəssislərimiz əllə və yaxud digər üsullarla və ya səhifənin dilini çevirmək, başqa dildə yazmaq, müxtəlif üsullardan istifadə eləməni eləyir. Yaratdığımız AI vasitəsilə AI Azərbaycan dilinə mətni atırsan, mətn sənin çevirir başqa dilə, indi müxtəlif dillərə çevirə bilər, versiyaları yoxlaya bilərsiniz və həmin dili Google Translate Azərbaycanca qəbul eləmir, Azərbaycan başqa dillərdə qəbul edir. Bu da sizin işinizi 5-10 qat azaldır. AI-lər qeyd eləmişəm, mən burada vaxtımız biraz azdır, hamısının adını çəkən deyiləm. Öz işlətdiyim, 80-90% öz işlətdiyim və produktiv AI-lardır, lazımlı AI-lardır. Hamısını qeyd eləmişəm. Təşkilatçılardan fayda alıb tanış ola bilərsiniz. Mən şəklini çəksəz, tövsiyə edirəm şəklini çəkin. Tövsiyə eləyə bilərsiniz, tövsiyə eləyə bilərsiniz. Bəli, davam edək. Bunlar arasında ən məşhurları hamımızın bildiyi ChatGPT, Gemini və mən dönə-dönə tövsiyə edirəm ki, hal-hazırda AI ilə məşğul olmaq və yaxud işinə AI generasiya eləmək insanlar varsa, eləmək istəyən insanlar varsa, Cloud-u mütləq şəkildə tövsiyə eləyə bilərəm sizə. Gedin, öyrənin Cloud-u və yaxud bununla bağlı praktikalar edin. Son olaraq sual və cavabı verim ki, süni intellekt işimizi əlimizdən alacaqmı? Bu mifdir, yenə də deyirəm, çoxlu yayılıb, klişe sualda artıq. Süni intellekt işimizi əlimizdən alan deyil, amma süni intellekti işinə qatmayan, işində istifadə eləməyən insanlar, təbii ki, süni intellektdən istifadə edən insanlarla rəqabətdə uzayacaqlar. İnsan plus AI ən güclü kombinasiyadır. Təşəkkür edirəm. Çox sağ olun Nadir bəy. Təşəkkür edirəm. Önəmli bir mövzuydu. Mən bir öz təcrübəmdən də növbəti indi spikerə söz verməmişdən öncə öz təcrübəmlə danışım. Yəni işin hardan hara gəldiyini vurğulamaq üçün. Bir 5 il bundan öncə rəhbərlik etdiyim bir layihədə belə bir necə deyim, özəlliklə də müştəri davranışlarına yönəlik onlara benefit verilməsi proqramı idi. Və orada belə dedi ki, qərarlaşdıraq ki, Hyundai avtomobili olanlara, sadəcə olaraq Hyundai markalı avtomobili olanlara Hyundai'dan bir deyəm, servis təklifini göndərək. Maraqlı səslənir, amma texniki olaraq bunun mümkünlüyü var idi. Müəyyən bir algoritmlər, tegmetrikslər, indi digər IT terimlərə girmək istəmirəm, sahəm də deyil. Yəni, bunları edə bilirmi? Edə bilirdik, bəli. Amma indi bu mümkün müdür? Bəli, mümkündür. Kiçik bir, deyək məsələn, LLM və yaxud da agent yazmaq ilə, yəni daha öncə həftələrlə, aylarla üstündə işlənilən bir kiçik bir toolu indi artıq bir agent yerinə yetirə bilir. Hətta belə bir şey deyim ki, indi rəhbərlik etdiyim bir tətbiqdə də yenə eyni qaydada bunu biz şey eləyirik, tətbiq eləyəcəyik ki, məsələn, səhər qəlyan altısı üçün deyəm, hər hansı bir Nesquik alıbdır. Nesquik alana kassanı tərk etməmişdən hər hansı bir süd markasının təklifini təqdim etsin. Yəni, bu tətbiqlə vasitə. Bunu 3 il bundan öncə və 4 il bundan öncə desəydi, adama gülərdilərdi. Amma indi bu artıq çox mümkündür.